Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əzizoğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. İlk musiqi təhsilini anası Zivər xanımdan almışdır. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. 1964-cü ildən Orero ansamblına, Qafqaz caz üçlüyünə, Leyli və Sevil qadın vokal instrumental və muğam instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivalların laureatı olmuşdur. Fortepiano və simfonik orkestr üçün konsertin, muğam simfoniyasının bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz muğam adlanır. O, Azərbaycan caz muğam hərəkatının memarıdır. Xalq musiqisi muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış muğam simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə Əzizəni gözləyərkən kompozisiyasını ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət mükafatına layiq görülüb.